Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd edilib ki, Nazirlik bir sıra xidmətlərin təkmilləşdirilməsi üzrə layihə hazırlayıb. Daxili İşlər Nazirliyi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədi ilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb. Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumi vətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla, vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən onlayn şəkildə də təqdim edə biləcəklər. Bu təşəbbüs ölkənin rəqəmsal hökumət modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərinə töhfə verəcək.